Günay xanım, qolluq loqabil. Yəni lap görüşdürə bilərik. Gətirin də sabah. Böyük məmnuniyyət. Anadan gəlmədi Emir bəy. Yox, sabah bura dəvət eləyək. 6-cı gündə bərabər loqopedlə gedək. Emir, alınma şeylərdə görəsən bu sonradan alınmadır da, bu anadan gəlmə deyil. Bu alınma, bu dilsizlik, danışmazlıq sonradan düzələ bilər görəsən. Bilirsiniz, mən çox şahid olmuşam düzəldiyim. Mən çox şahid olmuşam. Düzəlməsə də çox fərqli. Allahdan ümid üzülməz. Təbii. Allahdan ümid üzülməz. Atası, siz elə deməyin. Allah çox böyükdür. Mən o qədər siz ürəkdən istəyirəm ki, o qızın dili açılsın. İnşallah. Əsas insanı bilirsiniz, ürəyinin danışır. Qorxuz verir. Ay, güləçiləcək. İnanın ki, elə Günay xanımın gözləri ilə danışır. Ona məhz elə insanın zəhv vurmasını istəyir atası da və ailəsi də. Normalda danışa bilən insan da ola bilər. Çünki o qızın anadan gəlmə olmadığına görə övladında belə bir fəsad ola bilməz bəlkə də. Mən ailələrin şahidiyəm. Bəli, mən ailələrin şahidiyəm ki, belə problem olan bir xanım ya bəy, digər problem. Bax, biz boydan balaca, yəni cırtdan boyluların toyunu eləmişdik. O cırtdan boyluların, ikisi də cırtdan boyludur, Zaqatalda yaşayırlar, Poladgil. Sən təsəvvür et ki, onların böyük uşağı dünyaya gəlib. Normal, böyük və həkimlər də deyir ki, çox sağlam. Böyük. Həyatda heç nədən ümid üzülməz. Buna görə gəlin, almışlar Günarəni də. Günarə bizim əzizimizdir və düşünürəm ki, çox da yaxşı olacaq. Amma bu arada istəyərdim ki, gəlin biz bir toy eləmişdik, yəni toyları oldu bizim bir iştirakçımızın. Bu Mirvari ilə, uşağın adı ilə yazılır. Amidin. Amidlə Mirvarinin toy mərasimi var. Gəlin birlikdə baxaq onu, ondan sonra siz də görəcəyik. Çox maraqlı məqam var. Bayaqlarım az öncə Fəridənin atası göz yaşlarını tökdü kamera qarşısında. Bugünlərim onu çəkdik. Şivalana getmişdilər bağ evlərinə. Fəridənin atası, anası və hətta nənəsi belə öz ürək sözlərini söyləyibdir. Namiqin də bugün deyəcəkləri var və nələr söyləyəcək o, bu taleyini araşdırmaqla məşğuluq odur ki, diqqətiniz bizdə olsun.